Qardaşlığın ədəblərindəndir ki, xatalara göz yummaq. Qardaşların xataları sözsüz ki, labuddur. Və bunlardan keçmək, insanın bağışlaması, bu mömin insanın sifətlərindən sayılır. Fudayl ibn İyad rahimehullah deyir ki, Əl-futuvvatu as-safu an asaratil ixvan. Yəni elə igidlik qardaşların xatalarından keçməkdir, bağışlamaqdır. Və necə ki insan xata etdiyi zaman insanlar tərəfindən özünün bağışlanmağını istəyirsə və özü də qardaşlarına qarşı o cür olmalıdır. İbnül A'rabi deyir ki, sən qardaşların pisliklərini unut ki, onların sevgisi sənin üçün davamlı olsun. Və şək yoxdur ki, qardaşların xatalarını unutmayan kimsələr, onlar çətin bir vəziyyətə düşürlər. Qardaşları bir-bir itirirlər. Və Allah Teala Peyğəmbərinə buyurur ki, Hicr surəsi 85-ci ayədə Fasfahis-safhal cəmil, yəni sən gözəl şəkildə keç, səhv et, yəni bağışla. Yəni gözəl şəkildə keçmək nədir? Təfsirdə də gəlir ki, yəni şiddətli şəkildə danlamadan, yalnız yumuşaq şəkildə danlamaqla olur. Çünki mömin insan sevib sevilən kimsədir. Həmçinin insanın sevilməsinə vasitə olan səbəblərdən biri də qardaşların xatalarına insanın göz yummasıdır.